Gürcüstan prezidenti Mixail Kavelaşvili müsəlman həmvətənləri Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. O, Katolikos Patriarxın vəfatı ilə bağlı matəm keçirən Gürcü Pravoslav xristiyanlara göstərilən dəstəyə görə müsəlman icmasına təşəkkürünü bildirib. Bəyanatda deyilir, bu ağır günlərdə bizim ağrımızı bölüşmək və bayram tədbirlərindən imtina etmək qərarınız vətəndaşlarımızın xristiyanlar və müsəlmanlar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir. Bir daha sizi təbrik edir, sülh, xoşbəxtlik və rifah arzulayıram. Son günlər nümayiş etdirdiyiniz həmrəylik nümunəsinə görə təşəkkür edirəm. İnnovasiyalar və Texnologiyalar Agentliyinin təşkil etdiyi görüşdə özəl sektor nümayəndələrinə Gürcüstanın innovasiyalar haqqında qanuna əsasən müəyyən edilmiş statuslar, innovativ kiçik və orta müəssisə və tədqiqat və inkişaf xidmətləri göstərən şirkət statusu barədə ətraflı məlumat verilib. Bildirilib ki, tədqiqat və inkişaf statusu əsas fəaliyyəti bu sahədə xidmət göstərmək olan şirkətlər üçün nəzərdə tutulub. Statusun müddəti 1 ildir və bu çərçivədə mənfəət və gəlir vergisi 5% endirilir. Gürcüstanın birinci xanımı Tamar Bagrationi Melania Trump'ın dəvəti ilə Vaşinqtonda səfərdədir. O, nümayəndə heyəti ilə birlikdə ABŞ-a gedib. Heyətdə Təhsil Nazirinin müavini Bayya Qvitsyan və Parlamentin Təhsil Komitəsinin sədri Maryam Laşxidə yer alır. Səfər çərçivəsində ABŞ Dövlət Departamentində işçi sessiya keçiriləcək və tədbiri Melania Trump açacaq. Sessiya zamanı iştirakçılar rəqəmsal dövrdə uşaqlara imkanlardan istifadə etmək və çağırışların öhdəsindən gəlmək üçün kömək edən praktik yanaşmalar və innovativ alətlərlə tanış olacaqlar. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi, eləcə də qanunsuz satışın təşkil ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfəri saxlayıb. Hüquq mühafizə orqanları sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr, heroin, metadon, THC, kannabis bitkisi, xam və qurudulmuş marixuana götürüblər. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə keçirilən tədbirlər nəticəsində 105 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb. Cari ilin statistik məlumatlarına görə isə ölkədə qanuni əsas olmadan yaşayan 806 xarici vətəndaş deportasiya olunub. Qanunvericiliyə uyğun olaraq çıxarılan şəxslərin ölkəyə girişinə qadağa qoyulub. Mədəni irsin mühafizəsi üzrə Milli Agentlik Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya İrsi siyahısında daxil edilmiş Cvari Monastırı kompleksində böyük kilsənin interyerində konversiya işləri aparır. İşlərə beynəlxalq ekspert Simon Kristofer və Qay Varak nəzarət edir. Monitoring konversiya işlərinin metodoloji düzgünlüyünü, icra keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təmin edir. ABŞ prezidenti Donald Trump bildirir ki, İranın sülhə nail olmaq üçün hələ bir şansı var. Onun sözlərinə görə danışıqlar davam edir və İran nüvə silahı yaratmaqdan imtina etməyə razıdır. Trump qeyd edib ki, ABŞ və İran arasında danışıqlar ötən həftənin sonunda yenidən bərpa olunub. İsrailin baş naziri Benyamin Netanyahu Donald Trump ilə telefon danışığı aparıb. Netanyahunun sözlərinə görə Trump hesab edir ki, İsrail və ABŞ-ın hərbi uğurları müharibə məqsədlərinə çatmaq üçün mümkün razılaşmanın əsasını yarada bilər. O əlavə edib ki, İsrail, İran və Livanda zərbələri davam etdirəcək. İran isə bildirir ki, Tehran Fars körfəzi, Hörmüz boğazı və Oman sahillərində tam nəzarətə malikdir. İran silahlı qüvvələrinin nümayəndəsinin sözlərinə görə mövcud üstünlük və güc nəzərə alınaraq Fars körfəzində minaların yerləşdirilməsinə ehtiyac yoxdur. O həmçinin qeyd edib ki, regiondan kənar ölkələrin bu əraziyə müdaxilə etmək hüququ yoxdur. Bundan əvvəl CNN mənbələrə istinadən İranın Hörmüz boğazında minalar yerləşdirməyə başladığını xəbər vermişdi.